Qədim zamanlarda Şamaxıda bir tacirin var dövləti o qədər çox idi ki, daha nə deyim, onun arvadı və uşaqları bir sözlə axşam yatanda sabah pul hardan qazanacam, necə qazanacam deyə fikirləşmirdi. Hələ bu azmış kimi uca Allah ona heyvanların və quşların dilini başa düşmək kimi bir bacarıq da vermişdi. Bu tacirin həyətində bir eşşək və bir də öküzü vardı. Eşşək o vaxtın xodvedə minik vasitəsi idi. Ona görə onu saz vəziyyətdə saxlayırdı. Öküzünlə də tarla şumlayırdılar. Günlərin birində öküzün yolu düşür eşşəyin tövləsinin yanından. Baxır ki, ala, bu eşşək şah balası kimi yaşayır. Tövlə tərtəmiz, xüsusi dincəlmək üçün samanlıq, ələnilmiş arpa, təmiz siveji ot, nə deyim, eşşək üçün bundan ötərifi yoxdur da. Öküz dilə gəlib deyir. Sən ələnmiş arpa, sveji ot yeyirsən. Sənə xüsusi qulluq edirlər və yalnız bəzən sahib sənə minib bazara gedir, dərhalda qayıdır gəlir. Mənsə bütün günü tarla şumlayıram, dəyirman daşı fırladıram, tövləyə yorğun gəlirəm. Canım boğazımdan çıxır, zir-zibilin içində yaşayıram. Sən çox ağılsızsan. Sənə məsləhət verəcəm. Mən deyəni etsən, xeyir taparsan. Diqqətlə qulaq as. Axşam sənə yemək verəndə, yemək yemə. Tarlaya aparsalar, yer şumlamağa özünü vur xəstəliyə, yıxıl yerə durma. Hətta səni döysələr belə ayağa durma. Bunu 1-2 gün et. Görəcəksən sənə münasibət necə dəyişir. Tacir onların söhbətini dinləyib, eşşək, yerin rahat dindi, cəmaata məsləhət verirsən. Cütçü öküzə axşam yemini gətirdi, amma öküz yemək yemədi. Üzün çevirib yerə uzanıb yatdı. Səhər cütçü tövləyə öküzü tarlaya aparmağa gələndə, öküzün xəstə halda uzandığını gördü. Cütçü kədərləndi və dedi. Yazıq öküz, deyəsən xəstələnib. Gedim ağaya deyim. Ay ağam, öküz yaxşı deyil, xəstələnib. Dünən gecə heç nə yemədi, su belə içmədi. Get, eşşəyi götür və bütün günü öküzün yerinə onunla tarlanı şumla. Cütçü eşşəyi tövlədən götürüb tarlaya yer şumlamağa apardı. Eşşək bütün günü tarlada tər tökdü. Az qaldı canı çıxsın. Boynu, beli ağrıya-ağrıya güclə özünü tövləyə çatdırdı. Dərhal tövlədə saman üstə uzanıb yatmağa çalışdı. Elə bu vaxt tövləyə öküz girib gedi. Eşşək qardaş, çox sağ ol, sən mənə yaxşı məsləhət verdin. Bütün günü dincəlmişəm, yatmışam, gəzmişəm, arada gizdin arpadan, samandan yemişəm. Sən də mənim yerimə tarlada işləmisən. Sənə çox minnətdaram. Eşşək əsəbindən danışa bilmirdi. Ürəyində özünü söyürdü və öküzə verdiyi məsləhətdən çox peşman oldu. Ertəsi gün cütçü gəlib eşşəyi tövlədən götürdü və axşama qədər tarlada çapdı. Yer şumladı, yük daşıtdırdı. Axşam oldu. Eşşək sürünə-sürünə özünü tövləyə çatdırdı. Öküz eşidəndə ki, eşşək gəlib, tez gəldi onun yanına, yenə minnədarlıq bildirdi. Eşşək əsəbindən elə qışqırdı ki, öküz diksindi. Eşşək dedi. Mən günümü dincəlməklə keçirdirdim. Arpadan, buğdadın yeyərdim. Günümü keflə keçirərdim. Amma mən dilimin bəlasına düşdüm. İndi başım və ayaqlarım çəkir əzabını. Cütçü yenə gəldi, eşşəyi apardı tarlaya. Canı boğazından çıxana qədər işlətdi. Eşşək tövləyə qayıdıb oturdu. Bu işdən canını necə qurtaracağını düşündü. Bir anda ağlına bir hiylə gəldi. Asta-asta tövlədən çıxıb getdi öküzün yanına və dedi. Öküz qardaş, bil ki, mən sənin səmimi məsləhətçinəm. Ağamızın cütçü ilə söhbətini eşitdim. Ağamız belə dedi, əgər öküz yerindən qalxmasa, onu aparın verin qəssaba qoy kəssinlər, dərisini soysunlar. Sənin üçün çox qorxuram və səni xəbərdar edirəm, biləsən.
Çox sağ ol eşşək qardaş. Sənin səmimiyyətinə mənim şübhəm yoxdur. Sabah tezdən cütçü gələndə onunla birlikdə tarlaya gedəcəm. Tacir bunu eşidi və dedi: Ay eşşək, canın sıxıntıya düşən kimi unuttun dostluğu, qardaşlığı. Gün açılanda tacir və arvadı inək tövləsinə qarşısında oturdular. Cütçü gəldi, öküzü götürüb çölə çıxardı və ağasını görən öküz quyruğunu qaldırdı. Yerindən elə götürüldü ki, tacir yıxıldı.